Salam, hörmətli abituriyentlər, hər vaxtınız xeyir olsun. Bu gün sizlərə Sasanilər və Albaniya dövlətlərinin 1-6-cı əsrin əvvəlləri tarixindəki mərhələsini izah edəcəyik. Əvvəlcə biz Sasanilər dövlətinin yaranması və idarə etmə sistemi haqqında məlumatlarla tanış olaq. Onu da qeyd etmək lazımdır ki, Sasanilər dövlətinin əsasını qoymuş Ərdəşir Babəkan İranda əyalət hakimi olmuşdu və Parfiya dövlətini süquta uğratdıqdan sonra 226-cı ildə özünü şahənşah elan edir və Sasanilər dövlətinin əsasını qoyur. Sasanilər dövləti 226-cı ildən 651-ci ilə qədər mövcud olmuş bir dövlətdir və Sasanilər dövlətinin varlığına 651-ci ildə ərəblərin Əməvilər sülaləsi son qoyacaqlar. Ərdəşir Babəkan hakimiyyətə gəldikdən sonra Atropatena ərazisini işğal edərək 227-ci ildə öz dövlətinin tərkibinə qatır və Atropatena ərazisini artıq Sasanilərin göndərdiyi Mərzban adlandıran canişinlər idarə edirdilər. Mərzban sözünün mənası sərhəd qoruyanlar deməkdir. Atropatena termini artıq bu dövrdə bir ad olaraq sıradan çıxır və onun yerini odun himayəsində olan ölkə, yəni Adurbaqan termini əvəz edir. Yəni belə çıxır ki, Sasanilər dövlətinin tərkibində olan Cənubi Azərbaycan torpaqları və Şimali Azərbaycanın bəzi cənub əraziləri Adurbaqan olaraq adlandırılmışdı. Və Sasanilər dövləti Albaniya dövləti kimi mərkəzləşmiş bir dövlət yarada bilmişdilər. Dövlətin paytaxtı Ktesifon Medain şəhəridir, Parfiya dövlətində olduğu kimi və Sasanilərin hakimiyyəti dövründə Ərdəbil və Təbriz şəhərləri canişinlik mərkəzi kimi fəaliyyət göstərmişdi. Sasanilər dövlətində irsi və şərti torpaq mülkiyyət formaları mövcud idi. İrsi torpaq mülkiyyət forması dastakert adlandırılırdı. Dastakert atadan oğula nəslən ötürülən torpaq mülkiyyət forması idi. Xostaq torpaqları isə şərti torpaqlar idi və bu torpaqları ilk dəfə xidmət müqabilində 1-ci Xosrov verməyə başlamış, boş qalmış torpaq sahələrinin hesabına yaradılmışdı bu torpaqlar. Əsasən bu torpaqlar xidmət müqabilində Zərdüşt kahinlərinə də verilirdi. Sasanilər dövlətində vergilərin iki əsas forması var idi. Bunlardan biri gezit, digəri isə xaraq vergisi idi. Hansı ki, gezit vergisi can vergisi kimi əhalidən ildə bir dəfə alınan, xaraq vergisi isə məhsula görə alınan torpaq vergisi idi və əsasən xaraq vergisi əkin sahəsinin şəhərə yaxın və yaxud da uzaqlığından, həmçinin torpağın məhsuldar olub olmamasından asılı olaraq təyin edilirdi. Və Sasanilər dövlətində də əhali Zərdüştlük dininə sitayiş edirdi. Atropatena dövlətində olduğu kimi əsasən Zərdüştlük məbədinin baş kahini Sasani şahından sonra ikinci şəxs hesab edilirdi və Sasani şahı 1-ci Şapur Zərdüştlük dinini zorla yayırdı. Bunun həmin dini zorla yaymasındakı məqsəd isə öz hakimiyyətini möhkəmləndirmək və tabe edilmiş xalqları itaətdə saxlamaq məqsədi güdürdü. Sasanilər dövlətindəki əhali Albaniya dövlətində olduğu kimi təbəqələrə bölünürdü. Burada əhalinin birinci təbəqəsinə kahinlər, ikinci təbəqəsinə döyüşçülər, üçüncü təbəqəsinə məmurlar, dördüncü təbəqəsinə isə vergi verən adamlar, yəni kəndli sənətkar və tacirlər aid idilər. Sasanilər dövlətində Roma ilə müharibələr aparılmışdı. Eyni zamanda Parfiyada Roma ilə müharibələr aparmışdı. Selevkilər dövlətində Roma ilə müharibələri olmuşdu. Bunlar hər üç dövlətin Roma ilə apardığı müharibələr olaraq göstərilməli. Hətta Sasani, Selevki və Parfiyalılar üçün oxşar cəhət hesab olunmalıdır Roma ilə müharibələrin aparılması. Sasani şahı 1-ci Şapur 260-cı ildə Roma imperatoru 1-ci Valeriyanı məğlubiyyətə uğratdıqdan sonra Alban hökmdarı 1-ci Vaçeyə tabeçiliklə bağlı təklif irəli sürür. Yəni məktub yazaraq tabe olmasını təklif edir. Lakin 1-ci Vaçe bu təklifi qəbul etmir. Lakin 262-ci ildə rəvayətə görə Zaloğlu pəhləvan Rüstəm bəy tərəfindən tikilən Nəqş Rüstəm adlı abidədə göstərilir ki, Sasani şahı 1-ci Şapura 27 ölkə tabedir və həmin ölkələrin içərisində Albaniya və Atropatena dövlətlərinin, Atropatena ərazilərinin adı da çəkilir. Və buradan belə bir məna çıxara bilərik ki, Sasani şahı 1-ci Şapurla Alban hökmdarı 1-ci Vaçe arasında 260-cı illə 262-ci il arasında nəsə bir siyasi mübarizə baş verib ki, sonradan 262-ci ildəki abidədə Albaniya dövlətinin Sasani dövlətinin tərkibinə daxil olduğu və ondan asılı olduğu qeyd edilibdir.
Və Sasanilər dövlətində təbii ki, əhali iqtisadi baxımdan ağır vəziyyət yaşayırdı 4-cü əsrin sonlarında. Bunun əsas səbəbi Firuz şahın və ondan sonrakı Sasani şahların ağır vergi siyasəti ilə bağlı idi. Mərkəzi hakimiyyətə qarşı etiraz hərəkatı xarakteri daşıyan Məzdəkilər hərəkatı Atropatenada da yayılmışdı. Məzdəkin başçılığı altında başlayan və 3-cü əsrdə Sasanilər ərazisində və İranda, Azərbaycanın cənubunda yayılmış Mani təliminin təsirinə məruz qalan, yəni Mani təliminin davamçısı olan Məzdəkilər ədalətli cəmiyyət yaratmaq və əmlak bərabərliyi formalaşdırmaq uğrunda mübarizə aparırdılar. Ədalətli cəmiyyətin yaradılmasının yalnız mübarizə aparmaqla mümkün olduğuna inanan Məzdəkilər hər zaman xeyrin şər üzərində qələbə qazanacağına, mübarizənin son anında belə xeyrin üstün gələcəyinə inanırdılar. Və Sasanilər dövründə Məzdəkilər hərəkatı 481-ci ildə başlamış, 529-cu ilə qədər davam etmişdi. Məzdəkilər hərəkatı 1-ci Qubadın dövründə daha geniş vüsət almışdı. 1-ci Qubad özündən asılı olmayan əyanlara qarşı mübarizə aparmaq üçün əvvəlcə Məzdəkilərə arxalanır və hətta Məzdəkilərə himayədarlıq eləyirdi. Nə edirdi? Məsələn, aclıq, qıtlıq vaxtı Məzdəkilərin üzünə taxıl anbarlarını açırdı. Lakin iri feodallarla mübarizədə məğlub olan 1-ci Qubad taxtdan salındıqdan sonra qonşu Axun dövlətinə qaçır, Axun dövlətinə sığınır və Axun hökmdarından yardım aldıqdan sonra qayıdıb öz hakimiyyətini bərpa edir və bundan sonra artıq belə fikirləşir ki, Məzdəkilərə artıq heç bir ehtiyacı yoxdur və Məzdəkilərə başlayır divan tutmağa. Demək, 1-ci Qubadın Məzdəkilərlə bağlı iki siyasəti oldu. Birinci, onlara arxalandı, özünə tabe olmayan əyanlarla mübarizə aparmaq üçün. İkinci olaraq isə hakimiyyətə qayıdıb əyanlara divan tutduqdan sonra artıq Məzdəkilərə ehtiyacı qalmadığını anlayıb Məzdəkilərə də divan tutur və 529-cu ildə Məzdəki edam etdirir. Amma Məzdəkilər hərəkatı yatırılsa da, belə uzun müddətdə davam etmiş bir hərəkatın Sasanilər dövlətində böyük bir təsiri də olmuş olur. Sasanilər Məzdəkilərin yatırılmasından sonra iqtisadi idarə etmə sahəsində, həmçinin başqa sahələrdə islahatlar həyata keçirtməyə məcbur olurlar. Və Albaniya dövləti Sasanilər dövlətindən fərqli olaraq öz daxili müstəqilliyini saxlamağı bacarmışdı eramızın ilk əsrlərində. Parfiya Arşakilər sülaləsinin bir qolu olan Alban Arşakiləri sülaləsi 1-ci əsrdə hakimiyyətə gəlmişdilər və Alban Arşakiləri sülaləsi öz hakimiyyətlərini Albaniya ərazisində 510-cu ilə qədər davam etdirirlər. Alban Arşakilər sülaləsinin ilk nümayəndəsi olan 1-ci Cəsur yaxud da 1-ci Qoçaq Vaçaqan mərkəzləşmiş dövlət yaratmağı və bütün vilayətləri birləşdirməyi bacarmışdı. Albaniya Sasani Roma münasibətlərinə gəldikdə isə onu demək lazımdır ki, Albaniya mövzusunu danışarkən biz qeyd etmişdik ki, Albaniya dövlətinin Roma ilə münasibətləri və dostluq əlaqələri 3-cü əsrin ortalarına kimi davam edir. Və hətta orada belə bir şey də qeyd etmişdik ki, Sasanilərlə Roma arasındakı müharibələrin başlanması və Albaniyanın Sasanilər dövlətinin tabeliyində olması Sasani-Roma müharibələrində Albaniyanın Sasanilərin tərəfində çıxış etməsinə səbəb olur və Urnayır 313-cü ildə Albaniya dövlətində hakimiyyətə gəlmiş Alban Arşakilər sülaləsindən olan bu hökmdar 371-ci ilə qədərki hakimiyyət müddətində Sasani şahı 2-ci Şapura Sasani-Roma müharibələrində dəstək vermiş, onun müttəfiqi kimi çıxış etmişdi və səbəb isə torpaqlarının bütövlüyünü qorumaq istəyirdi Urnayır və Albaniyanın Sasanilərdən asılı halda olması bir növ Urnayırın 2-ci Şapurundan bir yerdə Romaya qarşı müharibə aparmasının əsas səbəblərindən idi. Sasani-Roma müharibələrində, 4-cü əsrdəki Sasani-Roma müharibələrində biz əsas iki döyüşünün adını qeyd edəcəyik. 359-cu ildə baş vermiş Amid döyüşünün və 371-ci ildə baş vermiş Dizrav döyüşünün. Amid döyüşündə Sasanilər, Albanlar, Hunlar və Sakların birləşmiş qüvvələri Roma ərazisinə daxil olurlar 359-cu ildə. Bunun əsas səbəbi Sasani şahı 2-ci Şapurun Suriya torpaqlarını ələ keçirtmək istəyindən ibarət idi. Lakin Fərat çayının daşması və şiddətli daşqınların baş verməsi yürüşün istiqamətini Amid şəhərinə doğru, indiki Türkiyə ərazisindəki Diyarbəkir şəhəri ərazisinə doğru dəyişir və Amid şəhərinə daxil olan müttəfiq birləşmiş qüvvələr, Sasani, Alban, Hun və Sak qüvvələri Roma qoşunlarını məğlubiyyətə uğradırlar. Lakin 371-ci ildə Roma, Sasani və Albanların qüvvələrini Dizrav döyüşündə məğlubiyyətə uğradır və Sasanilərin məğlubiyyətə uğramasından sonra Göyçə gölü ilə təqribən
təqribən Kür çayı arasındakı bölgələrə təsadüf eləyən Albaniya dövlətinin Uti, Sakasen, Girdiman və Kolt vilayətləri Roma dövlətinin, yəni Roma imperiyasının hakimiyyəti altına düşmüş olur. Onu da qeyd etmək lazımdır ki, testlərdə biz Amit və Dizrav döyüşləri ilə bağlı, yaxud Urnayer və 2-ci Şapurla bağlı onların Bizansla müharibə aparması variantlarına rast gələ bilərik. Lakin qeyd etmək lazımdır ki, bu döyüşlərin baş verdiyi və Urnayerlə 2-ci Şapurun Romaya qarşı mübarizə apardığı dövrdə Bizans adlı dövlət mövcud olmamışdı. Bizans 395-ci ildə Roma imperiyasının parçalanması nəticəsində meydana gəlmişdi. 387-ci ildə Roma-Sasani müharibələrinin dayandırılmasına dair imzalanmış müqaviləyə əsasən Cənubi Qafqaz torpaqları Roma və Sasani dövlətləri arasında nüfuz dairələrinə, yəni bölünür. Albaniya torpaqları Sasanilər dövlətinin himayəsi altında qalır və Albaniyanın Dizrav döyüşündə itirdiyi həmin torpaqlar ki var idi, Uti, Sakasen, Girdiman, Kolt vilayətləri, həmin torpaqlar yenidən geri qaytarılır. Və testlərdə yenidən bir variantla biz rastlaşa bilərik ki, hansı ki Urnayer Dizrav döyüşündə itirilmiş torpaqları geri qaytarıbdır. Xeyr, biz qeyd etmişdik ki, 371-ci ilə qədər hakimiyyətdə olubdu Urnayer və 387-ci ildə imzalanmış müqaviləyə əsasən Dizravda itirilmiş torpaqlar geri qaytarılır. Belə çıxır ki, Dizravda itirilmiş torpaqlar Roma-Sasani müqaviləsinə əsasən geri qaytarılıbdır. Urnayerın hakimiyyəti dövrünə belə bir hadisə təsadüf etmir. Və Sasanilərə qarşı üsyanlar baş qaldırır 4-cü əsrin 5-ci əsrin sonlarında bu üsyanların, yaxud da 4-5-ci əsrlərdə bu üsyanların əsas səbəbləri Sasanilərə qarşı siyasi narazılıqların artması, zərdüştlüyün zorla yayılması, Fars tayfalarının Azərbaycanın digər bölgələrinə köçürülməsi, həmçinin Sasanilər tərəfindən vergilərin artırılması Sasanilərə qarşı əhalinin narazılıqları və üsyanlara qalxmasının əsas səbəbləri idi. Biz Azərbaycanda eramızın ilk əsrlərindən, xüsusilə də Albaniyada xristianlığın yayılmağa başladığını görürük. Azərbaycanda yaxud Albaniyada xristianlığın yayılması 2 mərhələyə bölünür. Birinci mərhələ apostol, yəni elçi səfirlər dövrü, həvarilər vasitəsilə, yəni elçilər vasitəsilə xristianlığın yayıldığı mərhələdir. Bu mərhələ eramızın ilk əsrlərindən başlamış, 4-cü əsrə qədər davam etmişdi. Belə çıxır ki, Azərbaycanda xristianlıq eramızın ilk əsrlərində, yəni 1-ci əsrində yayılmağa başlamışdı. Xristianlığın ikinci mərhələsi isə Urnayerın 313-cü ildə hakimiyyətə gəldiyi ildə xristianlığı Albaniyada rəsmi dövlət dini elan etməsi və bütpərəstlərə qarşı cidd-cəhdlə mübarizəyə başlaması ilə başlayır və kilsələrə torpaq bağışlayan Urnayer ölkədə başqa dinlərin yayılmasının qarşısını almağa çalışır. Və lakin Urnayerın bu tədbirlərinə baxmayaraq xristianlıq Albaniya ərazisində bütün əhali tərəfindən qəbul edilmir. Albaniyada ərazi inzibati quruluşu vilayət və əyalətlərdən ibarət idi, hansı ki Kür çayının sol sahili 11 vilayətdən, Kür çayının sağ sahili isə 4 iri əyalətdən ibarət olmuşdu. Albaniya Arşakilər sülaləsinin 5-ci əsrin 1-ci yarısında hakimiyyətdə olmuş nümayəndəsi olan Asuagenin dövrü əsasən mədəni dəyişikliklər dövrü idi. Hansı ki, bu dövrdə uşaqlar təhsilə cəlb edilmiş, köhnə Alban əlifbası yeni Alban əlifbası ilə əvəz edilmiş, dini kitablar Alban dilinə tərcümə edilmişdi. İkinci Vaçenin 444-463-cü illərdəki hakimiyyət dövründə isə Albaniyada müəyyən siyasi gərginlik və müxtəlif hadisələr baş verir. Hansı ki, 2-ci Vaçe hakimiyyətə gələrkən Albanlar yenə də Sasanilərdən asılı vəziyyətdə idilər. Və Sasani şahı 2-ci Yezdagirdin tələbi ilə zərdüştlük dinindən imtina edən, belə ki, Albanlar ərazisində zərdüştlük və xristianlıq dinləri geniş yayılmışdı. 2-ci Vaçe zərdüştlüyü qəbul edərək xristianlıq dinindən imtina edir. Çünki Sasanilər zərdüştlük dinini yayırdılar və Albanlar isə xristianlıqda əsasən ibadət edirdilər, xristianlığı yaymağa çalışırdılar. Sasani şahı 2-ci Yezdagirdin tələbi ilə zərdüştlüyü qəbul edən 2-ci Vaçe müəyyən müddət xristianlıqdan imtina edir və 2-ci Yezdagirdin vəfatından sonra zərdüştlükdən imtina edən 2-ci Vaçe yenidən xristianlığı qəbul etmiş olur və 5-ci əsrə qədər biz Albaniya dövlətinin paytaxtının Qəbələ şəhəri olduğunu qeyd etmişdik. 2-ci Vaçe 5-ci əsrin ortalarında hakimiyyətə gələn kimi şimaldan Azərbaycan ərazisinə baş verən tayfaların yürüşləri nəticəsində narahat olur bu yürüşlərdən və Albaniyanın paytaxtını Kürün sol sahilindən sağ sahilinə, yəni Qəbələdən
yəni Kürdün sol sahilindən sağ sahilinə Bərdəyə köçürdür. Bəs bu Bərdə şəhəri hardan çıxdı? 2-ci Vaçe bu şəhəri yeni saldırmışdı. Qədim adı Partav şəhəri olan Bərdə şəhəri idi və paytaxtı buraya köçürtmüşdü. İkinci Vaçe neyniyir? Siyasi addımlar olaraq Çola dərəsini, yəni Dərbənd keçidini tutur, Massaget tayfalarını öz tərəfinə çəkir. Firuz Şah isə bunun xarici siyasətdə atdığı addımlardan narahat olaraq Albanların xristianlıq dininə sitayiş etməsindən narazı olan Haylandur Hunlarını Albanlara qarşı qaldırır və 462-ci ildə Haylandur Hunları 2-ci Vaçenin xristianlığı qəbul etməsindən narazı olaraq Albaniyaya daxil olurlar, soxulurlar və Albanlara 2-ci Vaçe ilə Albanlarla mübarizə nəticəsində 463-cü ildə Haylandur Hunları və Firuz Şahın qüvvələri qələbə qazanır. 2-ci Vaçe məğlub olaraq hakimiyyətdən öz istəyi və razılığı əsasında əl çəkmiş olur. Lakin 2-ci Vaçe 457-463-cü illərdə Sasanilərə qarşı azadlıq mübarizəsi aparır, azadlıq hərəkatı aparır. Bu azadlıq hərəkatının 457-63-cü illər azadlıq hərəkatının məğlub olması və 2-ci Vaçenin taxtdan əl çəkməsi nəticəsində 463-cü ildə 2-ci Vaçe taxtdan düşdükdən ta ki 487-ci ilə Alban hökmdarı 3-cü Mömin Vaçaqan taxta gələnə qədər Sasanilər Albaniyada daxili müstəqilliyə son qoyaraq Atropatenanı necə ki öz mərzbanları vasitəsilə idarə edirdilər, eyni zamanda Albaniyanı da 463-487-ci illər arasında qısa müddət ərzində öz canişinləri mərzbanları tərəfindən idarə etmiş olurlar. Və bu müddətdə Albaniyada yerli hökmdar olmayıb, yəni Sasani mərzbanları tərəfindən Albaniya idarə olunubdur və daxili müstəqillik də bu müddətdə mövcud olmamışdı. Sasanilər 2-ci Vaçe taxtdan düşdükdən sonra və qısa müddət ərzində Albaniya ərazisini mərzbanlar vasitəsilə idarə etməyə başladıqdan sonra Albaniyada əhalini siyahıya aldırırlar, vergiləri xeyli dərəcədə artırırlar. Hətta kəndlilər, şəhər əhalisi əvvəllər sadəcə az torpaq vergisi ödəyən ruhanilər üçün də ağır vergilər tətbiq edirlər və əhali üçün sərt cəza tədbirləri görürlər. Bu tədbirləri görmək məcburiyyətində idilər. Bu tədbirləri biz məcburi tədbirlər adlandıra bilərik. Çünki Albaniyada daxili mübarizəyə son qoymaq məqsədi güdürdü Sasanilər. 481-485-ci illər arasında isə Albaniya ərazisində, Gürcüstanda, yəni indiki Gürcüstanda, o zamanki İberiya ərazisində və Albaniyada Sasani hakimiyyətinə qarşı üsyanlar qalxır. Bu üsyanların əsas səbəbi nədir? Xüsusilə yadda saxlamaq lazımdır ki, 5-ci əsrin sonlarında Axunlarla Sasanilər arasında müharibə gedir və bu müharibədə Sasanilər məğlub olurlar. Yerli əhali də Albaniya və İberiya ərazisində üsyanlara qalxır və üsyanlar qələbə ilə başa çatır. Üsyanın qələbə ilə nəticələnməsinin bu səbəbləri var. Yəni qələbənin bu nəticələri vardı. Albanlar Sasanilərə ödədiyi vergiləri azaldırlar və əhalinin dini, etiqad və azadlıqlarına toxunulmur. Sasanilər söz verirlər ki, Albaniyadakı və İberiyadakı əhalinin dini etiqadları tanınır. Artıq əhali istədiyi dinə sitayiş eləyə bilər. 485-ci ildə isə Sasani hökmdarı ilə üsyançılar arasında müqavilə imzalanır. Müqavilədə qeyd edilir ki, Albaniya öz daxili müstəqilliyini bərpa edə bilər və Albaniyada xristianların təqib edilməsi prosesi dayandırılır. Yəni bir növ yenə də dini etiqad azadlığının tanındığı müqavilədə 485-ci ildəki müqavilədə öz əksini tapır. 487-ci ildə isə Albaniyada sonuncu Arşakili nümayəndəsi olan 3-cü Mömin Vaçaqan taxta çıxmış olur. 3-cü Mömin Vaçaqan xristianlığı zorla yaymağa başlayır və xristianlığı təbliğ edən məktəblər açdırır. Hətta eyni zamanda necə ki Urnayr bütpərəstləri təqib edirdi, eyni zamanda 3-cü Mömin Vaçaqan da atəşpərəst və bütpərəstləri təqib edib ölkədə ancaq xristianlıq dininin yayılmasına çalışır. Aguen Kilsə Məclisi adlı məclis isə 488-ci ildə çağırılır 3-cü Mömin Vaçaqan tərəfindən və bu məclisdə xristian kilsə məclisində xristian dininə aid qanunlar qəbul edilir. Bu məclisin çağırılmasında əsas məqsəd xristianlığın, yəni Alban kilsəsinin
dayaqlarını möhkəmləndirmək, əhalinin dini birliyinə nail olmaq idi. Yəni 3-cü Mömin Vaçaqan çalışırdı ki, hər kəs xristian olsun. Hətta bu məclisdə vergi məsələlərinə, əyanların hüquqlarına da toxunulmuşdu. Lakin necə ki Urnayr Albaniya ərazisində əhalinin bütöv əhali arasında xristian dinini yaya bilmədi, eyni zamanda 3-cü Mömin Vaçaqan da Albaniyada bütövlükdə xristianlıq dinini yaya bilmir. Xristianlıq yalnız əhalinin bir hissəsi tərəfindən qəbul edilir. 3-cü Mömin Vaçaqanın hakimiyyəti dövründə Azərbaycan ərazisində müəyyən məbədlər və monastırlar tikilmişdir. Hansı ki, Xocavənd rayonu ərazisində Amaras monastırı, Qax rayonu ərazisində isə Ləkit və Qum məbədlərinin inşası məhz 3-cü Mömin Vaçaqanın hakimiyyəti dövrünə təsadüf eləyir. Və 3-cü Mömin Vaçaqan 510-cu ildə ölür. 510-cu ildə Albaniyada Arşakilər sülaləsinin hakimiyyəti başa çatır və 510-cu ildə 3-cü Mömin Vaçaqanın vəfatından sonra Sasanilər yenidən Albaniyada yerli hökmdar hakimiyyətini ləğv eləyib, bu dəfə 629-cu ilə qədər Sasani mərzbanları tərəfindən Albaniyanın idarə edilməsi prosesinə başlayırlar. Yəni bizim əvvəlcə qeyd etdiyimiz hansı ki 463 487-ci illər arasında biz demişdik ki, Albaniya Sasanilər tərəfindən idarə edilibdir. Bir də 510-629-cu illər arasında Albaniya Sasanilər tərəfindən idarə edilibdir. 463-487-ci illər arasında Albaniyanın Sasanilər tərəfindən idarə edildiyi müddət nisbətən 510-629-cu illərə nisbətən qısa müddət olduğu üçün həmin dövrü biz qısa müddətli, 510-629-cu illər müddətini isə uzun müddətli Sasani canişinliyi yaxud mərzbanlığı dövrü adlandıra bilərik. Sasanilər Azərbaycan ərazisinə, eyni zamanda Albaniya və Atropatena ərazilərinə köçürtmə siyasəti yürüdürdülər. Bu köçürtmədə əsasən Fars tayfaları mühüm rol oynayırdılar, Fars tayfaları köçürülürdülər. Sasanilərin bu köçürtməkdəki əsas məqsədləri isə özlərinə etnik dayaq yaratmaqdan, Farsların köməyi ilə Azərbaycanda öz mövqelərini möhkəmləndirməkdən ibarət idi. Belə hörmətli abituriyentlər, Sasanilər və Albaniya 1-ci 6-cı əsrin əvvəllərində mövzusu haqqında danışacaqlarımız bu qədər. Kanala abunə olub, videonu bəyənməyi və şərh yazmağı, videonu dostlarınızla bölüşməyi unutmayın. Sağ olun, növbəti videolarda görüşənədək.